elə qadının toruna düşür. Qazaxda həmcinslərini satan qadın saxlanılıb. O, özü əməlini etiraf etməsə də istintaq hər şeyi aydınlaşdıracaq. Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şəmkir sakininin qadınları fahişəliyə cəlb etdiyi müəyyən edilib. Nuriyə Qurbanova Qazaxda kirayə ev tutaraq müxtəlif məbləğdə pul müqabilində qadınların əxlaqsızlıqla məşğul olmasına şərait yaradıb. Kirəyə cəlb xəzikamla danışıb, kirədə qalır, ondan mənə. O özü gəlib qalır. Kafedə işləyirəm, gün 10 manata. Yox, işləyirəm. Nuriyə Əhmədova əməlini boynuna almasa da, qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyib. Gətirlər ki, mən də çıxmışam kirəyində. Kim gətirib? Qız gətirib. Mənim yaşadığım oğlan var idi, yəni ki, mən 2 günlük gəlmişdim buraya. Çox gəncə getmişdim. Ki, bu qız da dedi, oğlan var dedi, gəlsin görüşdüm dedi. Müəyyən olunmuşdur ki, Qazax şəhəri Babək küçəsində kirayədə yaşayan Qurbanova Nuriyə Tofiq qızı kirayədə yaşadığı evin otaqlarının birini yorğan döşək və çarpayı ilə təmin edərək pul müqabilində Məmmədova Gülər İdris qızı ilə Eyyubov Samir Bağmanoğlu'nun cinsi əlaqədə olmalarına şərait yaradaraq əxlaqsızlıq yuvası saxlamışdır. Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırmalara başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxsləri